X, Y natural ədədləri üçün tənliklər sistemindən x kvadrat üstəgəl y kvadrat cəmini tapın. Birinci tənliyin sol tərəfini vurub açaq. X-i y-ə vuracaq və x-i vururuq mənfi 2 olur. X, y çıxılsın 2x. Mənfi 2-ni vuruq y-ə, mənfi 2-ni vuruq mənfi 2-yə. Olur çıxaq 2y üstəgəl 4 bərabər 4. Sol və sağ tərəfdən 4 islah eləyə bilərik. X, y çıxılsın, 2 vurulsun, x üstəgəl y bərabər 0 alındı. Buradan x, y bərabər 2 vurulsun, x üstəgəl y yaza bilərik. Sonra ikinci tənlikdə nə verilib? X kvadrat y üstəgəl x, y kvadrat bərabər 162. Burada x, y ortaq vuruq çıxartmaq olar. X, y vurulsun, x üstəgəl y bərabər 162. Və birinci aldığımız tənlikdəki x, y bərabər 2 vuraq x üstəgəl y bərabərliyini bu sonda aldığımızda nəzərə alaq. X, y-in əvəzinə 2 vuraq x plus y yazmaq olar. Vuraq x plus y bərabər 162. Buradan x plus y kvadrat 2 ilə 162-ni ixtisar aparsaq 81-ə bərabərdir. X və y natural ədəddirsə, onda x plus y cəmini müsbət 9 götürə bilərik. Bunu nəzərə alaq birinci aldığımız bərabərlikdə 2-ni vuracaq x plus y-in qiyməti, yəni 9-a, 18-ə. Yəni x, y hasili 18-dir. X plus y cəmi isə 9-a bərabərdir. X kvadrat üstəgəl y kvadrat ifadəsi üçün nəticə düsturundan istifadə edib yaza bilərik. X plus y kvadrat çıxılsın 2xy. Aldığımız qiymətləri burada nəzərə alaq. 9-un kvadratı çıxılsın 2 vuraq 18. 81 çıxılsın 36. Cavab olacaqdır 45. B variantı.